Bismillahirrahmanirrahim. Ramazan ayında süd verən qadının vəzifəsi nədir? Ayətullah Xamneyi və Ayətullah Məkarim Şirazi cənablarının nəzərinə əsasən, əgər oruç tutmaq südün azalmasına səbəb olarsa və nəticədə körpəyə zərəri olarsa, oruç tutmaq anaya vacib deyildir. Sonradan tutmadığı günlərin qəzasını tutmalıdır və hər gün üçün 750 qram yemək fəqirə verməlidir. Amma oruç tutmaq onun özünə zərəri olsa, fəqirə qidanın verməyə ehtiyac yoxdur. Amma orucun qəzasını tutmalıdır. Ayətullah Məkarim Şirazi cənabları burada bir qeyd vurub ki, əgər uşağı başqa bir yolla qidalandırmaq mümkündürsə, gərək bunu etsinlər. Məsəl üçün, quru südlə uşağı qidalandırmaq və yaxud da başqa qadınların köməyi ilə qidalandırmaq mümkündürsə, bunu etsinlər və ana öz orucunu tutsun. Ayətullah Sistani cənablarının nəzərinə əsasən, əgər ananın südü az olarsa və oruç tutmaq anaya və ya uşağa zərəri olarsa, oruç tutmaq vacib deyildir. Amma sonradan tutmadığı günlərin qəzasını tutmalı və 750 qram qida fəqirə verməlidir. Amma ehtiyat vacibə əsasən, əgər uşağı başqa bir yolla qidalandırmaq mümkündürsə, gərək bunu etsinlər. Məsəl üçün, quru südlə və yaxud da başqa qadınların köməyi ilə bunu etmək mümkündürsə, ana gərək orucunu tutsun. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuhu.